Şərikli çörəyin Leylası olan Tuna Namazova haqqında məlumat. Tuna Namazova 1960-cı ildə Bakıda anadan olmuşdur. Onun atası əslən Gürcü idi və Bakıda yaşayırdılar. Onun həyatda çəkildiyi yeganə film elə bu film olmuşdur. Sonralar heç bir filmdə görsənmir, çünki talih onun üzünə gülmür. 15 yaşı olanda atası maşını ilə qəzaya düşür və vəfat edir. Ailənin tək qızı olan Tuna anası ilə birlikdə yaşayır. 6 ildən sonra anası xəstəlikdən vəfat edir və Tuna tək qalır. Həyatının əzablı yolları indi başlayırdı. Günlərin bir günü bir oğlanla tanış olur və onlar sevgili olurlar və çox keçmədən ailə həyatı qururlar və bir qız övladları olur. Həyat yoldaşı qərənfil ticarəti ilə əlaqədar olaraq Rusiyaya getmək məcburiyyətində qalır. Çünki çoxları o vaxt bu ticarət ilə məşğul olurdular. Amma təəssüflər olsun ki, həyat yoldaşı oradakı banditlərin hücumuna məruz qalır və həyatını itirir. Bundan sonra Tuna gecə-gündüz işləyərək qızına baxırdı. Hal-hazırda Tuna qızı ilə birlikdə yaşayır.